İbrahim Aleyhisselam değerli kardeşler birçok şeyden numuneydi. Mesela səbirdə gözəl nümunədir İbrahim Aleyhisselam. O zaman ki Allah Teala əmr eləyir oğlu İsmail'i kəsməyə, Allah Teala bu ki fələmmə bələğə mə'hu's-səy, o zaman ki uşaq o İsmail böyüyüb, yəni artıq evdən çıxıb atası ilə gedən bir vaxta gəlib çatmışdı. Qalə ya buneyyə inni ara fil mənami ənni əzbəhuk. İbrahim Aleyhisselam oğlu İsmail'e de şey, oğlum yuxuda gördüm ki səni kəsirəm, qurban kəsirəm. O da deyir ki, sonra deyir ki fənzur məzə tara. Ey oğlum ne düşünürsən? Ne deyirsən bu məsələyə? O da deyir ki ya əbəti if'al mə tu'mar. Sənə əmr olunanı yerinə yetir. Sətəciduni inşallah minəs-sabirin. Məni səbr eləyənlərdən görəcəksin. Təsəvvür eləyin. Yəni Allah Subhanahu wa Taala oğlunu qurban kəsməklə o imtihan eləyib. O halda belə Allah üçün səbirli olur. Hətta Şeyx Hüseymin Rahimullah bu məsələdən Kitab-ı Tövhiddən danışanda Qoyl-i Mufidin şərhində deyir ki, baxın, təqvalı ata, təqvalı evlad. Tövhid üzərində olan ata, tövhid üzərində olan, tövhid üzərində yetişən evlad. Atasının ən çətin anında belə atasını qoyub qaçmadı ki, nə danışırsan, mənim başımı kəsəcəksən, bu nədir və s. Səbirli ol deyir atasına, İnşallah mən də səbr eləyəcəm, sənə nə deyilib onu elə. Bilirdi ki atası özündən eləmir, bu Allah Taala'nın vəhyidir.